بسم الله والصلاة والسلام على رسول الله أما بعد. قال ابن مسعود رضي الله عنه: لا يزال الناس بخير ما أخذوا عن أكابرهم وعن أمناعهم وعلمائهم، فإذا أخذوا من صغارهم وشرارهم هلكوا. İbn Məsud radiyallahu anhu sahabelerdendir, genç sahabelerden olub, elm öyrənən və 4 Abdullahdan birisidir. Abdullah ibn Məsud radiyallahu anhu elmdə güclü olan sahabelerdən gənc olub və öyrənib elmdə və onların sözləri həqiqətən də xeyirdir. Yəni insanlar xeyir yapırlar. İnsanlar deyir, o vaxta kimi xeyir içindədirlər ki və həmişə xeyirdə olacaqlar ki, onlar elmi böyüklərdən, əmin adamlardan və alimlərdən alacaqlar. Nə vaxt ki, elmi balacalardan, şərlilərdən alarlarsa, həlak olarlar. Yəni bu söz çox həqiqətən yükümlü sözdür, ağır sözdür. Nə üçün? Çünki elm deyəndə çox sələ bilir ki, mən məsələn bu qədər kitab oxumuşam, məsələn filan şey əzbərləmişəm. Və Rasulullah sallallahu aleyhi ve sellem hədis şərifində buyurur ki: "Mən yuridillahu bihi xeyran yufəqqihhu fid-din." Allah kimə xeyir istəyərsə, Allah onu dində anlayan eləyər. Və dini doğru düzgün başa düşmək, yəni Allah və Rasulunun buyurduğu kimi başa düşmək, yəni bu çox adama nəsib olmur. Həqiqətən də, yəni çox adama nəsib olmur. Və həmçinin görürsünüz ki, yəni bu sözdə onlar xeyir içində olacaqlar. Nə vaxta kimi, yəni elmi deyir böyüklərindən. Yəni böyük yaşda gedir həm də burada. Çünki elmlə bərabər onlar dünyada görürlər və məsələləri bilirlər, təmkinli olurlar, hikmətli olurlar. Və həmçinin nə deyir? Əmin adamlardan. Yəni arxa insanlarla və o əminamanlığa çalışır və məsələlərdə doğru düzgün yanaşması var. Yəni ona belə bu söhbətə görə, o söhbətə görə, filan şeyə görə peşman edir, yox. Yəni onlar əminamanlıqdadırlar. Yəni ki, elmi məsələdə əmin adamlardılar. Doğru dürüst adamlardılar. Və alimlər, böyüklər, yəni əminaman olmalıdırlar onlar. Ki, onlar etibarlı olmalıdırlar onlar. Və alimlərindən. Yəni bunlardan alarlarsa, onlar xeyir içində olur deyirlər. Və nə üçün? Hatta indi bugün görürsünüz elm əhli çıxır. Çıxır bir iki dənə şey danışır. Sonra məlum olur ki, kimsə nəsə deyib, yəni maraqlar var da kimlərinsə. Onu heç bilmirsən ki, heç İslamla əlaqəsi yoxdur onun məsələn. Yəni marağında heç İslam da deyil. Kimsə onu ona qarışdırır. Yəni elm əhli fikir verir nədir? Əminaman olmalıdır. Yəni etibarlı olmalıdır. Əminamanlıq yaratmalıdır. Daha fitnə qarışdırmaq üçün yox, bura. Əslində qalsa, baxsan görərsən ki, bütün yəni etibarı olmayan, alim olmayan, böyük olmayan, elmdə yəni oturuşmayan, baxsan görərsən ki, hamısında əslində Quran və sünnələ vuruşur. Əslində. Yəni məsələn, hansısa bir mövzuda deyirsən ki, Allah və Rasulü belə buyurub, bunu belə etmək lazımdır. Görürsən, başlayır fəlsəfə, kəlam, nə bilim, birinci deyir, yox, kəlam, ağılı birinci eləmək lazım. Ancaq ağıl var. Bu ağılı sənə verən, səni yaradan deyir ki, bu belə olmalıdır. Və elhamdülillah, yəni çox rahatdır deyin. Rasulullah sallallahu aleyhi ve sellem göndərib və açıqlayıb və sahabələr də onun tələbələri ilə, onlar məqsədi başa düşürdülər, qəsdi başa düşürdülər. Və nədir? Əslində qalsa onlar Quran və sünnələ vuruşurlar. Sadəcə onu açıq deyə bilmirlər. Və bəzən olur ki, balacalardır, məsələn. Balaca nə üçün? Yəni, cavandılar, məsələn, bir-iki şey bilirlər, elə bilirlər ki, hər şeyi bilirlər. Ən problemli məsələlərdən birisi odur. Ya, bəzən elə olur ki, onlar elə bilir ki, onlar elmdə oturuşublar. Və onların səhvlərinə görə nələr olur? Nə tər fitnələr düşür? Və ona görə də, nədir? Ha vaxta kimi xeyr içərisində olacaqlar, böyüklərindən, etibarlılarından və alimlərindən elm aldıqlarca. Hətta onlar nədir? Böyük elm əhlinin yanında danışmazlar. Yaşına görə. Baxmadan, bəlkə ola bunun elmi çox olub, cavandır. Danışmayıblar. Hətta nədir? Tələflər deyir ki, görsəydik ki, böyüklərinin yanında balacalar danışırsa, artıq onun əlimizi üzərdik biz. Ya, onlar həyatda bunları görüblər. Bunlar tətbiq olunmuş şeylərdir. Ona görə də onlar 30 il, yəni elm əhli 30 il əxlaq öyrənirdilər, sonra elm öyrənirdilər. Və illərlə ölkələr gəzirdilər, indiki kimi kondisionerli maşınlar, təyyarələr yox, gəmilər yox, uzanqılağın belində, az səhralarda yollar gediblər. Sən alimlərin həyatına baxsan, böyük alimlərin həyatın və onları görərsən. Və ona görə yəni, böyüklər həmişə xeyr olur.
və böyük alimlər həmişə və həm də keçmişdəkilər, yəni əvvəlkilər, onlar sahabələrdən başlayıb və sonra gələnlər, onlara hörmət qoymaq lazımdır. Onlar bugün yoxdurlarsa da 500 il, 1000 il bundan qabaq dünyalarını dəyişiblərsə də, onların sözləri həmişə üstün olmalıdır. Biri gəlir deyir, o belə deyib, hələ deyib, başlayır, yəni İmam Əbu Hənifə başlayır ki, yox, belədir, filandır. Hətta deyir, sən deyir, rəhmət oxudun ona, subhanallah. İmam-ı Sünnə, Əhl-i Sünnə imamıdır. Yəni gör gəlib, təzə çıxıb nə gəldi, danışır onun haqqında. Yəni bu təhlükəli məsələdir. Və ona görə də, yəni xeyr içində olmaq. Bu günləri daha çox xeyr içində deyilik. Xeyr içində olmamağın səbəbləri var və onlardan birisi də bu səbəbdir. Yəni böyüklərdən uzaq düşmək, balacalardan, yəni onlar məsələn başa düşmürlər məsələləri, tələsirlər. Ola bilər məsələni başa düşür, tutub, ancaq ki, onun nə vaxt həll olunmasın, nə vaxt deyilməsin, yəni bilmir. Məsələn, bu günləri problemlərdən birisi nədir? Görürsən ki, tağut, təkfir, nə bilim nə, o birisi belə, bu birisi. Nə üçün? Çünki bu həmin bu balacalar nəsə bir şey öyrənirlər, çıxıb danışır. Bəzən olur ki, həmin şey o vaxtı demək olmaz. Yəni o məsələn bəzi kitabxanalara gidirsiniz, hətta dünyavi kitabxanalar. Görürsən ki, orada yazılıb ki, bura icazə ilə buraxılır. Hər adam buraxmırlar ora. Çünki olmaz, o onluq deyil. Onun səviyyəsində deyil o kitablar. Onun anlaşdığı, tətbiq elədiyi kimi deyil. Və sahabələrdən olub, Əbu Hüreyrə radiyallahu anh, bəzi hədislər olub ki, onlar məsələn Muaz radiyallahu anh, sonra deyib, ölənə yaxın dedi ki, əmanəti çatdırmaq üçün. Nə üçün? Çünki fitnə düşməsin, müsəlmanlar rahatçılığa düşməsinlər. Ya bunlar hamısı hikmətdir. Gəlir indi çıxır, o bir dənə məsələni atır, belə bir dənə məsələ var. O aləm qarışır, otururlar cavanlar, bu kafirdir, yoxsa bu nədir? Bu fasiqdir, bu tağutdur, nümayişə çıxmaq lazımdır, belə də yəni ki, biri cihaddır. Sən bilmir heç nədir, cihadın şərtini bilmir, heç nə bilmir. Yəni, durur, nədir, başlayır ki, cihad fətvası verməyə. Yəni, gör, nə qədər müsəlmanlar yıqırılır, yəni, nə qədər müsəlmanlar məruz qalır zorakılığa, yəni, ölümə, dağıntılara, əsər müsəlman ölkələri xarabazarlığa çevrilir. Səbəb odur. Yəni, bu günləri bunlar daha çoxalırlar. Və deyir, bugün deyir, sizin əməl eləyənləriniz çox, danışanlarınız azdır. Amma vaxt gələcək ki, qiyamət günü danışanlarınız çox, əməl eləyənlər az olacaq. Və yəni, ona görə də nə vaxt ki, bu xeyri bizdən gedəcəkdir deyir, yəni xeyr içində olacaqsınız, o vaxta kimi xeyr içində olacaqsınız ki, böyüklərdə, yəni etibarlı, əmin adamlarda elm alacaqsınız və sizi doğru yola aparan alimlərdən, yəni alim o demək deyil, yenə də dedim ki, nəsə bir şey oxuyub, bir iki şey bilirsə. Yəni alim var ki, kütləvi qırğın silahı yaratır ki, insanları qırmaq üçün. Elmdir, amma ki, nədir o? Elmlə bərabər iman da lazımdır, vicdan da lazımdır insanda. O da elmdir. Və yaxud da sehir. Dəniz quruyanda gördür də, nə qədər açarlar çıxır, nə qədər insanlar üçün. O da elmdir. Allah sınaq üçün göndərib, ancaq öyrənməsi qadağandır. Elənməsi, tətbiq olması olmaz. Şeytanlar onu eləyir. Şeytanın cildində olan insanlar eləyir. Nədən amma? Gör, nə qədər bədbəxtçiliklər olur. Və insanı öldürə də bilər hətta. Və nə qədər insanlar ölür, nə qədər insanların başına müsibət gəlir, nə qədər problemlər olur. Amma o elm nə qədər insanları məhv edir. Amma onu öyrənmək olmaz. Kim öyrənər onu? Batıl əhli, fitnə əhli, şər əhli, şeytana uymuşlar, insan cildində olan şeytanlar. Allah bizi qorusun. Və həmçinin kimlər, yəni olanda axır bu xeyr gedir, deməli kiçiklər, balacalar və həmçinin nədir? Şərdirlər. Allah bizə olan şərrindən qorusun. Yəni təsəvvür eləyin, məsələn var, görürsən ki, adam çıxıb böyük bir alimə, sünnəyə xidmət edən bir alimə, hətta müsəlman olmağında belə eləyir, ittiham edir. Allahu Ekber, subhanallah. Ya dəhşətdir. Ya belə şər insanlar var. Və bəziləri bilmirsən nəyə xidmət eləyir, nə ağlaqlılıq eləyir, kimə xidmət eləyir. Belə şeylər də çoxalır. Və ona görə də yəni, bunlardan uzaq durmaq lazımdır, ehtiyatlı olmaq lazımdır. Yəni, axirət həyatı yəni, elə bir yerdir ki, insan orada çox şeyə peşman olur və sonra o fayda vermir. Ona görə də nə qədər ki, bu həyatdasan, yəni, nə qazanırsansa, qazanmıram. Allah subhanahu ta'ala bizi qazananlardan etsin, Allah bizə rəhm eləsin, Allah bizi bağışlasın, Allah bizi doğru, düzgün yolda etsin, sabit etsin. Allah ölkəmizi qorusun, ölkə başçımızı qorusun, əskərlərimizi qorusun, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanları qorusun. Və Allah Teala bizə həmişə xeyir qapıları açsın. Subhanakallahumma və bihamdik nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ilə.